Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Videonun əvvəlindən deyim ki, like verib kanala abunə olmağınızı unutmayın. Kanal üçün, mənim üçün çox vacibdir. Gənə bu temanı buraxmayacağım. Nəyə görə? Ona görə ki, qabağıma hər səfər çıxdıqca və istəyirəm bəzi başa düşmək istəməyən, ya başa düşə bilməyən insanlara biraz da anladım ki, bu dəqiqanın özündə bu Manqolistandan gətirilən ətlər sistematik olaraq Azərbaycanın kənd təsərrüfatına, kəndçilərinə, sadə xırda biznesmenlərə ancaq ziyan vurur. Ziyan vurur və bu açıq-aşkar da bilinir. Nəyə görə? Bir dəqiqə o bir-iki dənə belə deyək də ət mağazinləri var. Alıblar, düşüblər ortalığa ki, bizim Manqol quzularımız belə və bu arada saman altı su yeritmək deyirlər buna. Mən belə deyirəm, dədələr baba, ata baba sözündən deyək. Saman altı su yeridən böyük şəbəkələr var. Hansı ki, həmən şəbəkələrdə həmən o dondurma ətlər əmələ gəlir. Və siz bir dənə düşünün ki, bu Manqolistandan gələn ət, bunu gətirən, bunu belə deyək, Azərbaycanda populyarlaşdırılmaq üçün, yəni daha cəmaatın beyninə yeritmək üçün nə qədər pullar xərclənir. Və təəssüflər olsun ki, o bəzi 1 kilo, 2 kilo ətə satılan bambılı blogerlər, qocası, cavanı, fərqi yoxdur, hamısı qabağıma çıxır. Gedib, alıb, onu tərifləyib, bizim öz məhsulumuzu ikinci rəda tulluyurlar. Və bunu bir də deyirəm, bu Azərbaycanın daxili iqtisadiyyatına böyük bir zərbədir. Həmən o fermerlərə, həmən o kəndçilərə, həmən o heyvandarlıqla məşğul olanlara, bir dəqiqə çıxıb burada uluyanlar çox olacaq videonun altında bəlkə də, mən belə el dilindən danışıram, onu da demək istəyirəm. Uluyan kimə deyirəm? Çıxıb deməklə ki, pulumuz çatmır, gələk o ucuzdur, ondan alırıq. Yox, nədir? Ucuzdur, ətə satılıb. Belə başa düşürsən, siz belə beynimdə gətirə bilmirəm. Bunu ucuz deyə dövlətin, həmən o Manqolistan dövləti öz boynuna alır ki, bunlarda xəstəlik var. Bunların 21 vilayətinin 17 vilayəti xəstəliyin ocağıdır, mənbəyidir. Bunu deyir. Gənə bu ucuz söhbətinə qaçıb öz kənd təsərrüfatımızı, öz insanlarımızı, hansı ki, hər səhər durub təmiz heyvan kəsib, qəssafları, həmən o heyvanları satanları siz yox eləmək istəyirsiniz. Bir də deyirəm, üstündən vaxt keçəcəkdir, peşmançılıq olacaqdır. Və mən bu blogerlərə sual vermək istəyirəm. Niyə siz bunu belə, bir həyat prinsipiniz yoxdur sizin? Həyat prinsipiniz, həyat mövqeyiniz, yoxsa hər şey pula satılır. Yəni, sabahsı günləri belə deyim, Elşən ürək istəsə pul versə, siz durub təpəs aşağı gəzəcəksiniz videolarınızda, hər poxu reklam eləyəcəksiniz. İzah eləyirəm, yəni öz, necə deyim, kənd təsərrüfatımıza qarşı, öz insanlarımıza qarşı getməyin. Yalandan bu Manqol quzunu saman altı su yeritmək məsələsindən böyük şəbəkələr sizə puldan buraxır. Siz onu reklam eləyirsiniz. Marazilniklərdə satılır mağazinlərdə. Evin yanında olan mağazindir, o birisidir, obasıdır, arazıdır, bravosudur, bu birisidir. Hamısı ondan satırlar. Üstünə də ithal yazırlar. Sabahları öz quzularımızı, öz heyvanlarımızı tapanmayanda nətər olacaqdır? Nə fikirləşirsiniz siz? Onda da gedib Dominikana yeməyi yiyəcəksiniz, yoxsa nə yiyəcəksiniz? Onda da elə bil həsrətlə Azərbaycan öz quzusunu axtaracaqdır, öz malını, öz heyvanını axtaracaqdır. Mən sizə səmimi deyim ki, mən gəldim Azərbaycanda fikirləşdim ki, gözəl, qəşəng pomidor yiyərəm, meyvə tərəvəz yiyərəm. Mən Moskvada yediyim Azərbaycan pomidorunu Azərbaycanda tapa bilmədim. Yoxdur. Tapanmadım. Azərbaycanda çoxsu eksporta gedir. Azərbaycanın daxili bazarında satılan pomidorların 90%-i atxot pomidorlardır. İçində ağaçlar bitib, həmən dadı yoxdur. Azərbaycan pomidorunu Moskvada alıb kəssən, hər yeri iyilənir. Pomidor iyilənir. Amma Azərbaycanda o pomidoru tapanmısan. Niyə? Ona görə ki, eksporta getdi. İndi başa düşə bilmirəm. Bir vaxtlar yadımıza salaq. Bir vaxtlar deyəndə xəbərlər çıxıb danışırdı. Həmən o jurnalistlər var, həmin ağzına mikrofon tıxayanlar.
Sizə də müraciət eləyirəm. Danışırdınız ki, Azərbaycan heyvanını eksport eləyir. Azərbaycan öz qoyununu, quzusunu, bunların hamısını eksportirovut eləyəcəkdi Ərəb Əmirliyinə. Demək, Azərbaycan meyvə tərəvəzini Moskva yeyirdi. Ətini, quzusunu ərəblər yeyəcək. Azərbaycanlıların da beyninə salacaqlar ki, siz Monqol əti yeməlisiniz. Yəni bir də deyirəm, bunu ucuz yeridir, hər şey belədir. Buna demping deyirlər. Birinci gətirirlər, lüboy bir işdə elədir. Hə, ucuz. O yerli məhsul var. Yerli məhsulu yox eləyəndən sonra bu ətin qiyməti olacaqdı 25 manat. Məcbur alacaqsınız. Ona görə ki, alternativ olmayacaqdı. Alternativ olanlarda hamısı ya agroholdinglər olacaqdı, ya da xırda cəmaat özü üçün saxlayanlar qalacaq. Ta gedib qəssablar olmayacaq, sveji kəsənlər. Yəni buna görə deyirəm ki, blogerlərə müraciət eləyirəm. Üzümü göstərib, üzümü üzünüzə tutub deyirəm. Biraz həyat prinsipiniz olsun. Biraz, necə deyim, öz vətən prinsipiniz olsun. Millət prinsipiniz olsun. Biraz elə şey hərəkət eləyin ki, özümüz öz məhsullarımıza dəstək çıxaq. Bax, bir şey olan kimi o internet doludur da, bu blogerlər, jurnalistlər, açki taxan, papaq qoyan, nə bilim, nağaran, hamısı düşürlər ortalığa. Filan şeydə belə oldu, Azərbaycanlılara qarşı bu oldu. Bu danışanlara demək istəyirəm ki, o Rusiyada bir dəqiqə agroholding xırda fermerləri əzişdirdiyinə görə həmən cəmaət çıxıb deyir ki, mən o agroholdingin məhsulunu almıram, istəmirəm, yemirəm. Həmən agroholdingin məhsullarını gətirib Azərbaycanda Miratorgdur, satırlar. Bunu qoyaq qırağa. Yəni onların bir şeyinə fikir verin ki, orada yaşayan insanlar, onlar da kasıbı da var, varlısı da var, amma sadəcə bilir ki, yerli kənd təsərrüfatı məhv olsa, holdinglərin əlində qalsa hər şey. Sabahsı günləri təmiz əti, təmiz qıdanı yeyə bilməyəcək. Ona görə ki, avtomatik olaraq biri var ki, təbii idi, biri də var gətirib qabaqlarına nə tökəcəklər, onu yeyəcəklər. İnsanlar o pozisiyasını qorumaq üçün, görürsünüz, konkretni deyirlər ki, biz bunu almırıq, onu eləmirik, bunu eləmirik. Niyə biz bacarmırıq bunu? Niyə Azərbaycanda bunu bacaran yoxdur? Niyə Azərbaycanda bu sözü, mövqəni gətirən yoxdur? Ancaq elə düşən ortalığa gedirlik 500 manat ver, şəpəqulaq gəzəcəklər blogerlər. Bambılı olmayın, meymun olmayın, martışka olmayın, matışka olmayın da. Matışka deyəndə martışka deməkdir, meymun deməkdir. Biraz, necə deyim, vətəndaş mövqeyiniz olsun. Bir ən azından fikirləşin ki, mən nəyisə də, nəyə görəsə də bunu reklam eləyirəm. Bugünümün sabahını fikirləşmirəm. Sabahları mən bunu gətirib reklam eləyib cəmaatın beyninə bunu yeridirəmsə də, sabahları bax o regionlarımızda yaşayan kənd təsərrüfatıyla məşğul olanlar yox olacaqdır. Onda ağzı günə qalacaqsınız. Yəni bilirəm, influencerlərin çoxsunun vecinə deyil. Onlar elə fikirləşirlər ki, hardan gəldi, o belə deyil, dimdiyindən uzağını görənləri yoxdur. Bunu qoyaq qıra-qıra. Dayışı, nəyi deyəcəkdim? Moskvadan gələn kalbasalardan hamon gələn videoda danışacağım. Bu videonu iminlə buna həsr eləmək istəyirdim ki, insanlarımız belə oturub çay içə-içə, axşamdır bizdə saat hardasa 11-dirsə da, Azərbaycanda gecə saat 2-dir. Oturub çay içə-içə bunu yazıram ki, yəni xahiş eləyirəm. Bu videonu baxın, irəli çəkin, bəyənin, likelayın, öz komentarlərinizi də yazın ki, kanalımız irəli getsin. Qıda sferasıdır da, yemək sferasıdır. Bir daha təkrar edirəm. Bu hamısı, o danışanlar bir dəqiqə komentariyada bəziləri gedib mənə yazırdılar. Keçən dəfə cavabladım, mənə dedilər ki, əsəbləşməyəsən. Yenə də əsəbləşmirəm, amma yadıma düşür, baxıram o komentariyada yazırlar ki, ətini sata bilmirsən, ya səni kim örgədibdir, ucuz mal gəlir, bax onu ya, ucuz mala satıla bu günlərə gəldik, çıxdıq. Ki bir dəqiqə Azərbaycanda bir şey ucuz olan kimi hamı elə ya qabağına kompüter qoyan deyir, mən proqramistəm, hırrantırı qanmır, ya nə bilim bir şey olan kimi deyirlər, bu bilirsən nədir, belə bir adi bir şeyləri dağın başına qaldırdılar. Birazdan elə olacaqdı ki, adi bir əti bir ölkədə ki,
bunu bu Kitayların, bu Monqolların siyasətindən girib ölkənin daxili bazarını məhv eləyib, təzədən asıllıq yaratmaq. Bir düşünün də, bir nə olar, xahiş edirəm, bir kəllə işlədin. Ki, daxili bazarda olan insanların kasını fermerski xəzə istifələrini məhv eləyib. Dempinglə, bunu yəni qiymət öldürməklə demping eləyib. Yerli kətçiyə, yerli istehsalçıya, yerli fermerə vıqıdını olmayandan sonra bu məhsulu prezvadit eləmək olmayanda, ondan sonra avtomatik olaraq ət bazarı keçir həmən bu Monqollara, Kitaylara, bunların əlinə. Ondan sonra belə eləyəndə də qiymət qalxacaqdır, düşəcəkdir. Asılılıq deyirlər buna. Yerli insanlar məşğul olmağa marağı qalmayacaqdır. O marağı öldürəndə sizik, mənim, bizik. Ona görə də biz ən birinci növbədə bu Monqol ətlərinə yox, öz məhsullarımıza deməliyik irəli. Nətər ki, videolar paylaşırdım. Gətirib saxta pendirlər satırlar. Üstünə pendir yazılıbdır, pendir deyil. Nə bilim, o qədər saxta məhsullar satırlar. Bunların hamısını mən dedikcə elə mənim kanalıma şikayətlər gəldi, o gəldi, bu gəldi. Dəstəkləyin, o qədər saxta mallardan danışım, göstərim ki, faktlarla. Heç nə, öpürəm hamınızı, özünüzdən müğayət olun. Maç, quç. Like verib abunə olmağı unutmayın.